İran İsraili bu dəfə gözlənilmədən və xəbər edilmədən mi vuracaq? Və İranın Hörmüz boğazı əsaslığı ilə, yəni Hörmüz boğazı başda olmaqla yeni taktikası nədir? Allahın salamı olsun sizlərə, əziz və hörmətli bacı və qardaşlarımız. Xoş gördük sizləri. Bugün qısaca bir məsələyə işarə etmək istəyirəm. Dünən gecədən İranın Xatəmül Ənbiya qərargahı, yəni İranın müharibəni idarə edən ümumi hərbi qərargahı Siyonist Quduz itlərinə son xəbərdarlığını verdi. Sonuncu dəfə Beyrut bir daha vurulanda biz həmin günü, həmin saatlarda proqram hazırladıq və orada qeyd etdik ki, İran İslam Respublikası bir neçə sürprizləri aça bilər və mütləq bunlara cavab veriləcək. Həmin gecə Trump bütün dünya arenasında, bütün auditoriya qarşısında əl-ayağa düşdü və elə İranın yeni sürprizlərini qeyd etmişdik ki, həm taktiki, həm texniki baxımdan ola bilər. Onunla bax bugünkü qeyd edəcəyimiz mövzu Trumpın əl-ayağa düşməsindən sonra İranın razılaşma məsələsinin ortaya gəlməsi və razılaşmanı İranın öz istədiyi şərtlər əsasında qəbul etməsi və müəyyən bəzi Amerika tərəfindən məcbur qalınaraq addımların atılması və nəhayətində bugün, dünən Xatəmül Ənbiya qərargahının yenidən Siyonist rejimi ağır zərbə ilə vuracağını bəyan etməsi bir-birinə əlaqəli məsələdir. Deməli, İranın yeni taktikası və Siyonist rejimin qəfildən vurulması ehtimalı. Gəlin İranın yeni taktikasına baxaq. Bu barədə son proqramlarda çox çıxış etmişik. Amma yeni taktika və bu istəyir silahlı meydanda, istəyir diplomatik meydan ki, silahlı meydanın davamıdır gedən bu döyüşdə, döyüşün ortasında yeni bir taktika üzə çıxardı İran İslam Respublikası ki, bunlardan biri artıq bütün dünya özü də hiss eləmədən, məxsusən imperialist cəbhə, müqavimət qollarının İranla bir müttəfiq olduğunu, yəni artıq İranla indiyə qədər müqavimət qollarını ayrı medialarda təbliğ edirdilər və istəyirdilər beynəlxalq arenada bu cür düşüncələrdə otuzdursunlar. Bu tutmadı. Artıq bunların bir olduğunu və bunların hər bir razılaşma və şərtin bir hissəsi olduğunu özləri də qəbul ediblər və dünya da bunu şokda izləyir. Bunu şokda izləyir. Biri Hörmüz boğazının artıq yeni rəhbərimiz İmam Seyyid Müştəbə Xamneyi Həzrətlərinin də təkid etdiyi üzrə bütün bu razılaşmanın ön razılaşmasında maddələrinin biri olaraq tamamilə İranın kontrolunda qalması qəbul edilməlidir. Və ön razılaşma cümə gününə hələ ki təyin edilib. Əlbəttə, bütün etimadsızlıq və güvənsizliklə bərabərdir bu qarşı tərəfə. Hörmüz boğazının təkcə İranın oradan rüsum alması filan məsələ deyil. Hörmüz boğazı və Omman dənizi ilə birlikdə İran rəsmi şəkildə məntəqə ölkələrindən biri olan Ommanla birlikdə kontrol bizim əlimizdə olmalıdır məsələsini meydanda otuzdurub heç bir icazəsiz gəmi keçə bilmir. Heç indi razılaşma masasına otuzdurur. Və təbiidir ki, razılaşma xəyanət olunsa da, olunmasa da hər iki halda İranın əlində qalacaq bu inşallah. İran bunu meydanda otuzdurub və bütün dünyada bunu izləyir. Bütün dünya bunu qəbul edir. İngiltərə ekspertləri, Avropanın bir çox siyasilər və ekspertləri hətta təkid edirlər ki, artıq İranın əlində olmalıdır.
Və hamısı gəlib İranla hesablaşır. Hətta gəmilərin adi İranın icazəsi ilə və protokolları ilə keçəcək gəmilərin bilirsə, gəmi ticarətində sığorta şirkətləri var. Sığorta şirkətlərinin gəmiləri sığortalamaq üçün şərtlərindən biri budur ki, mütləq bizim sığortalayacağımız gəmi bizə gəlib İran tərəfin razılığı ilə keçirik protokolunu və icazəsini və sənədini göstərməlidir. Amma bugün gedən proseslər və Xatəmül-Ənbiya qərargahının xəbərdarlığını da nəzərə alsaq siyonist rejimə daha yeni bir taktika İran ortaya qoyub. Bu taktikaya əsasən Amerika İran məncənəsində müqavimət prinsiplərinin qəbul edilməsi və Hormuz protokollarının qəbul edilməsi ilə yetərincə sıxılmasından sonra indi daha pis məncənəyə düşür. Diqqət eləyin. Ehtimalımız bizim şəxsən budur ki, daha böyük ehtimal. Fikir verin. Siyonist rejim Beyrutu birinci dəfə vurdu. İran çox ağır vurdu siyonist rejimi. İkinci dəfə vurdu. İran cavaba həmin ləhzə hazırlaşırdı və yaxud da dünyaya bunu bildirirdi ki, Amerika əl-ayağa düşdü. İran saxladı hələ ki saxladı. Bu saxlamaq zahirdə baxanda bir çoxları düşünə bilər ki, niyə saxladı? Amma gəlin obyektiv kənardan baxaq məsələyə. Döyüş iki tərəfli gedir. Üç tərəfli. Biri xiyabanlardadır, İranın daxilindədir, xalq. Biri diplomatik arenadadır və biri də silahlı arenada. Diplomatika silahlı arenaya ötürür. Silahlı arena diplomatikaya ötürür. İran bunun razılaşmaqla bu dəqiqədə dünya çempionatının təminçi ölkələrindən biri, ev sahibi edən ölkələrindən biri Amerika onsuz da dünya çempionatında rüsvay olub və İran bu razılaşmanı bildirməmişdən öncə Amerikanın iqtisadiyyatı sürətlə çöküşə tərəf gedirdi. İran bu razılaşmanı bildirdi, diqqət eləyin ha, səhnəni izləyin. Razılaşmanı bildirdi, Amerika tərəfin iqtisadiyyatı biraz nəfəs aldı. Bu döyüş ərəfəsində də dəfələrlə dediyimiz kimi İran bir siyasət yürütdü. Amerikanın İranın başına gətirmək istədiyi oyun ki, təlqin eləsin İran daxilində, regionda və dünyada ki, İran müqavimət qolları, qruplaşmalardır və İranın proksiləridir güya və İran onlara kömək eləməklə terrorizmi yayır güya, ayrı göstərməklə bir tərəfdən İsrailə legitimlik yaratmaq üçün ki, hər şeyi edə bilsin, biz Amerika ayrı, İsrail ayrı göstərməklə İsrailin qılıncının dalı da kəssin, qabağı da kəssin. Bu iki xətti qabağa aparmaq istəyən Amerikanın qarşısında İran bir siyasət apardı. İndiyə qədər ki, dəfələrlə demişik. Amerikanın xalqı artıq siyonizmə qarşı getdikcə daha çox qıcıq və həssas olurdu. İndi İran birdən saxladı. Fikir verin, döyüş gedir. Döyüşün ortasında birdən qarşı tərəfə nəfəs verirsən. Amerikanı necə məncənəyə salıb Amerika sistemini? Əgər bundan sonra Amerika iki yoldan biri var. Razılaşmanı bir imzalayıb və İran dediyi şərtlərlə praktiki sübut edib İranın pullarını yükləmək, praktiki mühasirəni qaldırmaq, blokadanı qaldırmaq filan bunları edəndən sonraki ikinci mərhələyə keçilməlidir və orada 60 günlük vaxt var. Bunların da hamısını praktiki icra eləməlidir zamanla. Bir yolu budur. Bunları icra elədikcə, bunların biri də nədir? Amerika bölgədən çıxmalıdır, İranın ətrafından çıxmalıdır, qərbindən, cənubundan çıxmalıdır, bütün hər şeyini yığışdırıb aparmalıdır. Bunu icra eləsə, siyonist lobbinin, Amerika sistemini idarə edən lobbinin
xaos və krizis mərkəzi bu bölgədə İsrail qalır tənha. İran və onun müttəfiqləri olan müqavimətin əlində. Məncənənin digər ağzı və bundan daha pis. Əgər Amerika İsrailə görə, Quduz itinə görə, Siyonist lobbisinin təzyiqi ilə bu anlaşmanı, əhdini sındırsa, Amerikanın içindəki çatlar istəyir sosial arenasında, istəyir dövlət arenasında, istəyir də sosial baza ilə dövlətin arasındakı çatlar və müsibətlər daha da artacaq. Çünki səhnəni İran elə edib ki, diplomatik arenada mənim şərtlərimə əsasən razılaşırsan və bunu praktiki yerinə yetirməlisən ki, bəzi xəbərlər də var ki, İranın blok olunmuş pulları və hətta Amerika ərəblərin əli ilə İrana 300 milyard dollar pulun təzminat adı ilə verilməsi məsələsi start götürür. Bu razılaşmalara gəlsə, Siyonist rejimin günü qaradır. Məcbur qalacaq Siyonist rejimin günü qara olması üçün. Yox, gəlməsə, ən böyük bazası Siyonist rejimi qorumaq üçün bu razılaşmadan sonraki Amerikanın daxilində bir balaca nəfəs yaradıb, bu razılaşmanı bir-birinə vursa, Amerikanın içərisində çatlar böyüyəcək, müsibətlər çoxalacaq, təzahüratlar, etirazlar, aksiyalar günü-gündən çoxalacaq və bu da Amerikanı daha ağır vəziyyətə gətirəcək. Görünən bizim ehtimalımız budur ki, İran bu dəqiqə bu oyunu Amerikaya oynayır. Məncənənin dediyimiz kimi iki ağzı var. Ya Amerika razılaşmaları praktiki yerinə yetirə getməlidir, ya da Siyonist Quduz itinin lobbisinin təsiri ilə İsrailə qurban getməlidir. Fikir verin, İran bir nəfəslik saxladı, birdən şok verdi dünyaya. Necə ki, Hormuzu bağlamaqla şok verib, hələ ayıla bilmirlər. İndi Amerikanın içərisinə və dünyaya ikinci şoku yaşadır. Biraz rahatlıq şoku. Birdən saxlayıb. Bu rahatlıq şokunun üzərindən Amerika əhdini sındırsa, Amerikanın daxilində həddən çox siyasi, ictimai, sosial dediyimiz kimi hətta təhlükəsizlik çatları böyüyəcək. Və nəzərə də alaq, bugün Amerikada dünən Telegram kanalımızda da xəbərini yerləşdirdi. Həmişə olduğu kimi kanalımızın linkini şərh bölməsində, adlıq bölməsində vurub abunə ola bilərsiniz. Komment bölməsində də pin edirik. Abunə olun, paylaşın, çoxalın. Orada da yerləşdirdik. Amerikanın əlində deyəsən səhv eləmirəm, 4 ya 6 dənə idi. B-52 çox yuxarı ilə uçur və yadınıza gəlirsə, keçmiş çıxışlarımızda bu məsələyə toxunurduq. Bəzən deyirdik, Amerika B-52-lərini gətirmişdi. O vaxtı hələ bu 40 günlükdən öncə biri qayıtmadı. Pillə-pillə çıxardırlar axı üzə. Necə ki, leşləri qalır, 1000-lə leşi qalır, sonra gedirdik 5 dənə idi, 10 dənə idi, 13 dənə idi, Kantuşn idi filan da belə çıxardır zamanla. İndi dünən Amerikada B-52 qəzaya uğrayıb xəbərləri çıxdı və Amerikanın bu dəqiqə siyasi arenasında və sosial fəalların arasında qırğın buna görə düşüb ki, bu B-52 dünyada ən müqaviməti, bədənəsi güclü olan, göyərtəsi güclü olan bir bombardımançıdır. Bu necə olub ki, düşən kimi, süqut eləyən kimi, yoxa çıxıb, heç bir sağlam yeri qalmayıb, küllər qalıb orada. Aha, o vaxt deyirdi ya, 6 dənə gəlib biri qayıtmayıb. Ya bu odur ki, o vaxt İran 12 günlükdə vurduğudur, indi açırlar. Ya da Amerikadakı siyonist lobbilərinin işi ola bilər. Amma birinci ehtimal daha böyükdür. Hər halda dediyimiz kimi İran yeni taktika yürüdür. Bu taktikaya əsasən Amerika İranın şərtlərini razılaşıb bir yerinə yetirib, özü də bir müəyyən ad qoyub. Çıxsa da Amerika və siyonist rejimin birinci günü qaradı və bu günü qaralıqdan Amerikadakı siyonist lobbilərinin fəsadları çoxalacaq, Amerikanın içərisindəki çevriliş hadisələri çoxalacaq. Amerika razılaşmasa, İsrailə
Quduz balasına özünü qurban versə və Amerikadakı sionist lobbilər özünü qurban versə, bu dəfə Amerika sisteminin günü xalqının əlindən sosial və iqtisadi, hətta təhlükəsizlik baxımından çatlar böyüyəcək. Hər halda səbirlə hadisələri izləmək lazımdır, özümüz üçün təhlillərimizi etmək lazımdır, yanlış düşündüyümüz addımları tənqid etmək lazımdır, öz təkliflərimizi bacardığımız qədər verə bilərik, amma hər halda Amerika İranın böyük məngənəsində çox böyük sıxıntıya düşüb. Ya pisi seçməlidir, ya çox pisi seçməlidir. Bax, bu olur şəhid rəhbərimizin verdiyi ilahi vəd. Titanik gəmisinin əzəməti və görüntüsü onu batmaqdan xilas edə bilmədiyi kimi, Amerikanın da əzəməti və görüntüsü onu batmaqdan xilas edə bilməyəcək. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.